Salam, hörmətli brend partnyorlar, liderlər, menecerlər, üzvlər, hər biriniz xoş gördük. Bilirəm ki, elandan sonra hər birimiz səbirsizliklə gözləyirik, sizinlə elan edəcəyik. Amma yeni bir kampanya, yeni bir iPhone, yeni bir qeydiyyat üçün hədiyyə. Amma mən ilk slaydım sırf bu olmasını istədim ki, hal-hazırda sizə ekranda belə görüntülərdən görəsiniz ki, keçən il müştəri katalogda bilirsiniz, iPhone aksiyası elan olunmuşdu və çox gözəl nəticələrlə biz bu kampaniyanı bitirdik. Amma çox təəssüflər olsun ki, sonra isə bu dəvət etdiyimizlər azalmağa başladı və insanlar demək ki, yox oldu. Kəskin şəkildə və azalma davam etdi. Hədiyyə biznes qurmur. İlk bunu qeyd etmək istəyirəm və vərdiş sadəcə biznes qurur. Və biz sizdə recruiting vərdişi yaratmaq istəyirik ki, biznesimiz təməlli, gözəl və uğurlu olsun. Biz bir dəfəlik nəticələr istəmirik, biz davamlı inkişaf etmək istəyirik. Və bunun üçün də bu ekranda hal-hazırda görə bilərsiniz ki, biz avqust ayında artıq elan edəndə ki, bizi nələr gözləyir, bizdə artıq çoxalma başladı və aksiya dövründə həqiqətən çox gözəl nəticələr göstərdik, amma çox təəssüf, sonra isə bizdə azalma getdi və demək olar ki, dəvət etdiyimiz hər birisini biz itirdik. Və davam etmək istəyirəm bu slaydı və burada nəsə göstərmək istəyirəm. Həqiqətən möhtəşəm top rekruterlar liqası. Beləliklə, bir telefon investisiya etmək istəmirik. Biz sizə investisiya etmək istəyirik. Sizin bacarığınıza, sizin birliklərinizə, sizin inkişafınıza. Biz istəyirik ki, recruiting sizin gündəlik rutininizə çevrilsin. Sizin bir hissəniz olsun. Birlikdə addım ataq. Bir dəfəlik addımlar atmayaq. Hədiyyələrə reaksiyalar etməyək. Sadəcə hədiyyə gözləməyək. Bir vərdiş olsun, müasir alətlərlə gücləndirilmiş, dünyanın ən yaxşı təcrübələri ilə dəstəklənmiş və bugün biz sizə gözəl bir qapı açırıq. Qlobal bir fürsət. Təsəvvür edin, bu bütün Oriflame dünyasında hal-hazırda bu start verdi. Və biz bu fürsətdən sizlərə yararlanmağı çağırırıq. Bu, hər kəs üçün bir fürsətdir. Global Recruiting komandasına xoş gəlmisiniz deyirik və baxaq bizi nələr gözləyir. Global Recruiting komandası bu şəxsi recruitingi dəstəkləyir. Kimlər burada iştirak edə bilər? Kimlər qoşula bilər? Hər kəs. Hansı rütbə olmaq lazımdır? Hansı faiz dərəcəsi olmaq lazımdır? Heç bir fərqi yoxdur. Bizimlə nə qədər müddət olduğunuzun da fərqi yoxdur. Yeganə önəmli bir şey sizin nəticələriniz. Bir ölçü, bir KPI və bir sual. Sizin şəxsi rekrutinginiz nə qədər güclüdür və cəlb etdiyiniz insanların keyfiyyəti necədir? Yəni, həqiqi, doğrudan, necə deyərlər, natural və başqa bir söz vardı. Təbii insanlar dəvəti, yəni çox önəmlidir burada. Məhz bu qədər. Yəni, bunu deyə bilərəm. Bizə nə lazımdır? Şəxsi dəvətlərinizin sayı, şəxsi dəvətlər bacarığı, keyfiyyətli şəxsi rekruting. Bu sizin giriş biletinizdir. Və hal-hazırda bilirsiniz, dəvətli kampaniya var və dəvət etdiyiniz rekrut 99 azı yenilməlidir və bununla da davam edirik. Beləliklə siz də dəvətinizi edərək artıq bu top recruiting liqasına sizlər də daxil olursunuz. Və ilk addım dünya top 1000 rekruterların sırasına daxil olmaqdır. Bu liderlərin, belə deyəcəm, komandasının eksklüziv
dəvət əldə edəcəksiniz. Əgər top miniyə daxil olduqda sizə eksklüziv sırf komanda tərəfdən dəvət olunacaqdır. Onlar strategiyalara, alətlərə, dünyanın ən yaxşı rekrutinqinə, biliklərə, daha savadlı, daha gözəl, daha düzgün, belə deyərdim, əlçatan materiallar sizə verəcəklər. Komanda tərəfindən sınaqdan keçirilmiş rekruting alətləri, inkişaf etməyə ciddi yanaşanlar üçün hazırlanmış sırf bu proqrama sizə qapı açacaqlar. Hər şey məhz burada başlayır. Yəni top 1000 rekruterların arasına daxil olduqda artıq sizin üçün bütün qapılar da açıq olacaqdır. Bu səbəbdə mütləq top 1000 rekruterların arasına daxil olmaq lazımdır. Və davam edirik. Və bu son deyil. Top 1000 arasında biz top 50-ni seçəcəyik. Top 50 rekruter seçiləcək əlavə olaraq və onu nələr gözləyir? Gəlin birlikdə baxaq. Top 50-yə daxil olan hər bir iştirakçı 1000 evro əldə edəcək. 500 məhsul şəklində məhsulla götürülmək onun üçün şans veriləcək. Çünki o bu məhsullardan istifadə edib, onlarla dəvət etməlidir, onları gözəl tanıtım, təqdimat etməlidir. 500 isə marketinqə dəstək, yəni sizlərin daha böyük auditoriyaya çatmağınız üçün, daha çox insanlara əl çatması üçün dəstək olunacaqdır. Biz inkişafa, belə deyəcəm, inkişafı yarada biləcək insanları seçirik və onlara dəstək oluruq. Bu, keçmiş üçün bir mükafat deyil. Yəni, siz bunu etmişdiniz, sizə bir mükafat veririk, yox. Bu, gələcəyin yanacağıdır. Gələcəyin drive'ıdır. Gələcəyə sizi aparan belə bir mükəmməl bir addımdır. Bu səbəbdən 1000-liyə daxil olun və top 50 ən gözəl rekruterlər arasında mütləq sizlər də olmalısınız və davam edirik. Burada isə üçüncü mərhələyə gəlir çatırıq. Möhtəşəm bir təklifdir. Top 5 ən yüksək. Top 50-nin içindən əlbəttə ki, top 5 seçiləcək və daha bir yüksək səviyyə. Dünya üzrə top 5 rekruter olmaq bu həqiqətən möhtəşəm bir fürsətdir. Cəmi 5 nəfər. Bunlar nə əldə edəcək? Davamlı və belə deyərdim, seçilmiş 5 nəfər. Onlar üçün biz xüsusi olaraq bir həftəlik mini MBA təlimi proqramı ilə dəstəklənəcəklər. Dünya səviyyəsinin ekspertləri ilə, hal-hazırda ekranda da görə bilirsiniz, dünya səviyyəsinin ekspertləri ilə, Oriflame'in daxili bilikləri və təcrübəsi ilə daha yaxından tanış olacaqlar. Həmkarlar arasında ünsiyyət, tanışlıq və belə deyərdim, əlaqə quracaqlar. Cəmiyyəti böyütmək üçün lazım olan bütün bacarıqları bir həftə ərzində onlar təcrübə olaraq toplayacaqlar. Bu, elit liderlər üçün hazırlanmış xüsusi bir proqramdır ki, əminəm ki, siz də orada olacaqsınız. Və bu, harada olacaq, necə olacaq, onu da sizə qeyd etmək istəyirəm və beləliklə qarşılayırıq. Bu, bəli, bu olacaq, keçiriləcək Parisdə. Beləliklə biz hər birimizi top 1000, top 50 və top 5-liyə daxil olanlar bir həftə Parisdə çox gözəl bir təlim əldə edəcəklər. Bunun üçün həqiqətən dəyər. Burada olmaq çox möhtəşəmdir, çox gözəldir. Amma əsl mükafat sadəcə şəhər deyil. Əsl mükafat orada kimə çevriləcəksiniz? Oradakı aldığınız təcrübələrlə nə cür çalışacaqsınız? Sizə liderliyinizi, sizə gücünüzü, sizə şəxsi brendinizi yaratmaq üçün, sizin tanınmağınız üçün 5 nəfər bir həftə Paris, hər şey dəyişir. Həqiqətən bunu artıq danışdıqca özüm təsvir edirəm özümdə. Nə dərəcədə mükəmməl, gözəl bir təklifdir, nə dərəcədə gözəl bir
addımdır ki biz mütləq burada olmalıyıq. Biz Azərbaycan komandası olaraq və bir lider olaraq özümüzü sübut edib özümüzə bu gözəllikləri yaşatmalıyıq. Və növbəti bu bunu belə bir tamamlayacağım. 20 may nəticəsilə artıq top 1000 təyin olunacaqdır. Top 1000 artıq biz sizin rekruterlar kimlər ki 20 may nəticəsilə top 1000-ə qoşulur, onlara artıq komanda tərəfindən gözəl bir paket əldə edəcəklər, dəvətnamə əldə edəcəklər, rekrutinqi dəstəkləyən və gözəl bir yola qapı açan bir işıqlı yol onlar üçün təklif edilir. 20 iyul isə 50 top 50 müəyyən ediləcək və burada siz əlbəttə ki 1000 avro, 500 və 500 əldə etmə şansınız olacaq ki, bunu da öz işinizdə çox möhtəşəm və güclü istifadə edəcəksiniz. 20 iyul isə top 5 artıq elan olunacaq. Top 5 bu artıq çox möhtəşəm və gözəl bir nəticədir. Paris sizi gözləyir, unutmayın. Bunun üçün dəyər. Sadəcə şəffaf və ədalətli düşünürəm. Gözəl bir proqramdır. Sizin rekrutinqiniz sizin artıq harda olacağınızı müəyyən edəcəkdir. Beləliklə 20 may top 1000 rekruter seçiləcək. 20 iyun top 50 rekruter seçiləcək. 20 iyul isə top 5 artıq lider seçiləcək. Bu həqiqətən çox həyəcanlı və möhtəşəmdir. Düşünürəm, bunu dəyərləndirmək mütləq lazımdır və əlbəttə ki, şirkət tərəfindən dəstəkləyən bir proqramlar olacaq. Siz bunu hər zaman izləyə biləcəksiniz, hər zaman görə biləcəksiniz. Biz bunu çoxlara da atacağıq və belə bir proqram hazırlanacaq. Bunu da sizə elan edəcəyik. Orada da izləyə biləcəksiniz ki, siz nə qədər dəvət etmişsiniz və reytingdə hansı yeri artıq tutursunuz. Və bu da hələ son deyil. Əlavə olaraq Telegram kanalında dəstək kanalı olacaq. Burada da bütün komandanı artıq dəvət edə bilərsiniz. İndi özünüz başlayın, sonra isə komanda üzvlərinin hər birisini dəvət edin. Bu mükəmməl, gözəl bir fürsəti həqiqətən qaçırtmaq olmaz, dəyərləndirmək lazımdır mütləq. Və top 1000-ə daxil olmaq üçün 20 günümüz qalır. Bu elə indi başlamaq üçün gözəl bir fürsətdir, gözəl bir şansdır. Dəvətlər 20 may tarixində göndəriləcək artıq 1000 nəfərə. 20 may bilirsiniz, artıq birinci etapın finalıdır. Bu deməkdir ki, bizim 20 günümüz var. Daha çox rekruting etmək üçün 20 gün, daha çox güc və öz istəyimizi göstərmək üçün 20 gün, daha çox insanları qoşmaq üçün, komandaya bu haqda danışmaq üçün 20 gün. Rekruting çox maraqlı və gözəl bir, belə deyərdim, addımdır və bilirsiniz ki, bizim işimizdə əvəz olunmaz bir 3 amildən biridir. Ona görə hər zaman dəvətlər lazımdır. Əgər biz komandanın böyüməyini istəyiriksə, biz komandanın inkişafını istəyiriksə, biz gözəl nəticələr istəyiriksə, bu mütləq etməliyəm. Yeganə sual budur, sən adın siyahıda olacaq yoxsa yox? Sən qoşulursan bu proyektə yoxsa yox? Bu həqiqətən çox gözəl bir sualdır və hal-hazırda bunu sizə verirəm və siz də düşünün, bu reytingdə olmaq istəyirsiniz, özünüz Oriflame-də hansı inkişaflar görürsünüz, hansı dərəcədə olmaq istəyirsiniz, hansı addımlar atmaq istəyirsiniz, bu sualı özünüzə, sonra isə bütün komanda üzvlərinə mütləq ki, verməlisiniz və bununla demək olar ki, bitir. Çünki 3, belə deyərdim, bildiniz ki, 3 etaplı gözəl bir təklifdə top 1000, top 50, top 5 və 20 may, 20 iyun, 20 iyul artıq bu tarixlər bizi müəyyən dərəcədə artıq maraqlandırıb və
hansı nəticələr olacaq onu gözləməliyik. Amma biz sizə əlavə olaraq gözəl bir fürsət vermək istəyirik. Biz 20 gün recruiting, sənin sıçrayışın adlı challenge dəvət edirik. 20 gün ərzində hər bir iştirakçı recruiting bacarıqlarını gücləndirir. Artıq 20 maya qədər ilk nəticələri görüb və özümüzü, necə deyərlər, bu yolda hansı hissədə görürüksə bilə bilərik. Əsas məqsədimiz əlbəttə ki, 1000 rekruta daxil olmaqdır, 50 rekrut belə deyərdim topa daxil olmaqdır və top 5 rekrutinqə daxil olmaqdır. Amma biz bu yolda sizi daha sıx dəstəkləmək üçün biz Telegram kanalımızda bu haqda məlumatlar atacağıq. Kimlər ki, gözəl nəticələr göstərir, onları vurğulayıb orada təltif təbrik edəcəyik və bir daha nəyə qeyd etmək istəyirəm. Əgər ki, Azərbaycandan top 1000-ə daxil olan 3 rekrutor, ən gözəl rekrutor kimlər ki, daxil olacaq, onlara əlavə olaraq biz 100 evro dəyərində sertifikat təklif edəcəyik və bu sertifikatla siz bu dəyərdə kataloqdan istədiyiniz məhsulları seçəcəksiniz ki, rekrutinqinizi daha gücləndirəsiniz, daha gözəl reklamlar edib insanları cəlb edə biləsiniz və əlavə olaraq may ayında keçiriləcək biznes səhər yeməyinə sizi dəvət edəcəyik. 3 top rekrutor, hansılar ki, ilk belə deyərdim, minlikdə olacaqlar Azərbaycan tərəfindən. Bu əlavə olaraq bizim sizin üçün daha gözəl çalışmağınız üçün, özünüzü daha gözəl hiss etməyiniz üçün və sizi təbrik təltif etmək üçün biz bu addımı da atırıq əlavə olaraq ki, sizi bu Beauty Insider səhər yeməyində görmək ümidilə. Və bir daha qeyd etmək istəyirəm ki, Top Rekrutorlar Liqasına xoş gəlmisiniz. Burada hər kəs iştirak edə bilər. Rütbəsindən, faizindən, bugün gəldi, dünən gəldi, fərq etmədən hər kəs iştirak edə bilər. Nə etmək lazımdır? Şəxsi dəvətlər. Sadəcə şəxsi dəvətlər hesablanır. Bunu unutmayın. Bu layihə çərçivəsində biz sizi daha çox motivasiya etmək üçün hər 2 və 5-ci gün rekruting siyahısını yerli olaraq atacağıq və həmin günlərin nəticəsinə görə ən yaxşı rekrutorlar şəxsən özlərinə məhsul seçmə imkanı olacaq. Navid dəstindən əlavə olaraq əlbəttə ki, çalışın, aktiv olun, özünüzə hədiyyə qazanın. Bu layihə həm maraqlıdır, həm də inkişaf üçün böyük bir fürsətdir. Düşünürəm, burada hər birimiz iştirak etməliyik. Bu çox gözəl challenge-dir, çox gözəl rəqabətdir, çox gözəl hisslərdir ki, bu topluluqlara biz daxil olaq və öz gücümüzü göstərək. Azərbaycanın adını da gözəl reyting siyahısında, necə deyərlər, tez-tez görək. Hər birinizə uğurlar arzu edirəm və düşünürəm ki, bu mümkündür. Sizlərə dəstək üçün biz əlavə motivasiya olsun deyə ən çox rekrut edənlərin top 1 ikinci gündən 5-ci gün arası, 5-ci gündən 2-ci gün arası kimlər ki, ən çox şəxsi dəvətlər edəcək. Onlar üçün xüsusi hədiyyə və bir daha qeyd edim, 1000-liyə daxil olduqda biz tərəfdən də əlavə olaraq 100 evro dəyərində məhsul almaq üçün sertifikat veriləcək və səhər yeməyinə dəvət olacaqsınız. Hər birinizə uğurlar arzu edirəm və düşünürəm ki, bu fürsəti qaçırtmaq olmaz. Mütləq ilk özünüz başlayın, sonra isə komandada hər kəsə, kimlərdə ki potensial görürsünüz, kimlər ki dəvətləri bacarır, kimlər ki komandanı böyüdür və böyüdəcək, onların hər birisini bu Top Rekrutorlar Liqasında səbirsizliklə gözləyirik. Çox sağ olun, hər birinizə uğurlar arzu edirəm.